Salamlar və sayğılar dəyərli dostlar. Çox yaxşı bilirsiniz ki, son bir həftədə Suriyədə müxalifət qazanmışdır və Əsəd rejimi aradan getmişdir. Əsəd rejiminin aradan getməsi İran rejiminə böyük bir zərbə olmuşdur. Həm də neçə tərəfdə. Bir, Əsəd rejimi İranın maşası idi. İkincisi, Suriye'nin kuzeyində olan YPG, PKK kimi terör örgütləri İran dəstəyi var idi. Və üçüncü məsələ, İranın Akdeniz'e, Mediterrane'ye yol artıq kəsilmişdi və digər bir konuda artıq Suriye üzərindən Lübnandakı Hizbullaha heç bir yardım, kömək eləyə bilməyəcəkdir. Və bu İrana çox böyük başa gəlmişdir. Ancaq bu hərəkət burada durmayacaqdır. İran bunu bilir ki, bu kayıp İran içərisində də İran rejiminə qarşı milləti ayaqlandırmışdır. Belə ki, millət artıq soruşur, bu qədər yalan danışdınız, bu qədər müdafiə hərəm dediniz, bu qədər milyardlar dolar para xərclədiniz. Sonuç nə oldu? Bu demək ki, Xamenei və Sipah rejimi çox böyük bir yanlış yoldaydılar və bunu bilərəkdən yapmışlar. Ancaq sıra İrandadır. Yəni bugün İranda fars olmayan millətlər artıq öz haqlarını əldə etməyə yaxınlaşmışlar. Başda Güney Azərbaycan türkləri öz bağımsızlıqlarına və istiqlallarına yaxınlaşmışlar və bu mübarizədə oyanışımızı daha çox atmalıyıq. Millətimizi aydın etməliyik və bildirməliyik ki, artıq bizim istiqlal zamanımız gəlmişdir. Dəyərli millətim, özəlliklə gənclər, cavanlar. Bunu bilin ki, artıq İran rejimi heç bir şeyi əldən verməyə yoxdur və çökmüşdür. Ancaq biz birlikdə olmalıyıq, oyanmalıyıq, dostlarımızı, həmsayələrimizi, qohumlarımızı hamısını oyandırmalıyıq. Və bunu bilin ki, əgər biz hərəkət eləsək, Türkiyə və Azərbaycan kimi qardaşlarımız da yanımızdadır. Çox yaxında İran içərisində böyük bir hərəkətlər olacaq və bu hərəkətlə biz Güney Azərbaycan türkləri öz yerimizi almalıyıq, öz haqlarımızı və öz vətənimizi qorumalıyıq. Nə mutlu Türküm deyənə.